Salam. İlk öncə hər birinizi salamlayıram. Mən Zülfüqarova Tükəzban. Bugün sizə onluq say sistemindən ikilik say sisteminə, ikilik say sistemindən onluq say sisteminə keçid qaydasını öyrədəcəm. Deməli, 22 onluq say sistemində olan bir ədəddir. 22-ni ikilik say sisteminə keçirməyi tələb edir. Demək, 22 ədədini ikiliyə keçirmək üçün 22-ni 2-yə böldük. Sütunlu bölmədən istifadə edəcəyik. Adi bölmədən də istifadə etmək olar, amma sütunlu bölmə zamanı daha asan və rahat cavabı tapmaq olur. 22-ni 2-yə bölürük 11, 11-i 2-yə vururuq 22. 22-dən 22-ni çıxırıq 0. 11-i 2-yə bölürük 5, 5-i 2-yə vururuq 10. Yəni, bu adi riyaziyyatdan bildiyimiz sütunlu bölmə qaydasıdır. Yəni, burada qeyri-adi heç bir şey yoxdur. Lakin bizə qalıqları qeyd eləmək lazımdır. Çünki sonda nəticəni tapma zamanı qalıqlar bizə lazım olacaq. Deməli, qisməti 1 tapdıq. Qismət 1 olana qədər, yəni tapana qədər bölmə əməlini yerinə yetiririk və nəticədə isə 1, qisməti birinci yazırıq və alınan qalıqları isə aşağıdan yuxarıya doğru onun yanına qeyd edirik. Yəni, 1-in yanına yazırıq. Deməli, 22 onluqda olan 22 ədədi ikilik say sistemində bu ədədə bərabərdir. Deməli, qisməti birinci yazacağıq və qalıqları isə aşağıdan yuxarıya doğru həmin qismətin yanından yazırıq. İndi isə əks prosesə baxırıq. Yəni, ikilikdən onluğa keçirmə qaydasına baxırıq. Bu zaman isə vurma əməlindən istifadə olunacaq. İlk öncə üzərində nömrələnmə aparılır. 0, 1, 2, 3, 4. Demək, birinci 1-i 1 vurulsun. İkilik say sistemindən onluğa keçirdiyinə görə 2 üstü 4-ü 2-nin üstündə yazırıq. Toplama əməli. Deməli, 0 vurulsun. 2 üstü 3. Bu 1, bu 1-dir. 2 ikilikdən onluğa keçirdiyimizə görə 2 yazırıq. 4 isə 2-nin üstü 4-dür. Yəni, 4-ü isə 2-nin üzərinə yazırıq. Üstə gəl 0 vurulsun 2 üstü 3. Üstə gəl 1 vurulsun 2 üstü, bu 2-ni yazırıq. Üstə gəl 1 vurulsun 2 üstü 1. Çünki üzərində 1-in üzərində nömrələnmə aparmışıq. Burada 1 qeyd olunub. Deməli, 2-nin üstündə də 1 yazırıq. Üstə gəl 0 vurulsun 2 üstü 0. Demək, 2 üstü 4 16 edir. 1-i 16-ya vuranda 16. 0-ın nəyə hansı ədədə vursaq nəticə 0-dır. Ona görə onların birbaşa qiymətini yazmasaq da olar. Yəni, 0 olduğunu bilirik. 2 üstü 2 4. 4-ü 1-ə vuranda 4. Demək, 16 üstə gəl 0 üstə gəl 4. Üstə gəl 2-nin üstü 1 2. 2-ni də 1-ə vuranda 2. Üzərinə 2 gəlirik. Və 2 üstü 0, həmişə uşaqlara da deyirəm, 2-nin üstü 0, 1. Yəni, ədədin üstündə üzəri 0 olsa, bu ədəd 1-ə bərabərdir. 1-i də 2-yə vuranda, bu 1, bu 2, 2 üstü 0, 1, 1 də 0-a vursaq 0. Deməli, 16, 0, 4, 2, 0. Cavab olacaq 22. Buradan da belə çıxır ki, biz yuxarıdakı nəticəni də düz hesablamışıq. Bu nəticəmiz də düzdür. Və üçüncüyə baxırıq. 78 ədədini onluqdan ikiliyə keçiririk. Yenə də bayaqki qayda 2-yə bölürük. Və 39, 39-u 2-yə vurduq 78, 78-dən 78 çıxırıq 0. 39-u 2-yə bölürük. 1 dəfə düşəcək. 19-da 8. Demək, qalıqları mütləq şəkildə qeyd edirik. 9, 18, 1. Yəni, qismət 1 alınana qədər bu bölmə əməlini yerinə yetirmiş oluruq. İkini 2-yə bölürük 1. 2-dən 2 çıxdıq 0. Və qismət 1 alındı. Deməli, bölmə əməlini başa çatdırdıq. Qisməti birinci yazırıq. Qalıqları aşağıdan yuxarıya doğru 1-in yanından qeyd edirik.
Deməli, 78 ədədi ikilikdə bu ədədə bərabərdir. 1, 0, 0, 1, 1, 1, 0. İndi isə baxırıq digər ikilikdən onluğa keçirmə tələb olunur. Yenə nömrələnmə aparılır. Üzəri nömrələnmə 0-dan başlanılır. Bu 1 yazırıq. 1 vurulsun. İkilikdən keçirdiyimizə görə 2-nin üstü 4. Üstəgəl 0 vurulsun. 2-nin üstü, 0-ın üstündə 3 yazıldığına görə 3. Yəni bu qüvvətə yüksəltmədir. Necə ki, onluqdan 2-yə keçirəndə bölmə əməlindən istifadə elədik. Eləcə də ikilikdən də onluğa keçirən zaman vurma əməlindən istifadə edirik. Deməli belə, 2 üstü 4, 16. 1-i 16-ya vuran zaman 16 edir. 0-ı hansı ədədə vursan 0-dır. 2-nin üstü 2, 4. 1 vurulsun 4, 4. 2 üstü 1, 2. 2-ni 1-ə vurduq 2. 2-nin üstü 0, 1. 1-i 1-ə vuranda 1. Deməli, cəmləyəcək, cavab olacaq 23 onluqda. Çünki ikilikdən onluğa keçirdik. Belə, bir daha ümumiləşdirmə aparırıq. Onluqdan ikiliyə keçirən zaman həmin ədədi, onluqda olan ədədi 2-yə bölə-bölə gedirik. Qismətdə 1 alınana qədər bölməni yerinə yetiririk. Qalıqları mütləq şəkildə qeyd edirik. Sonda qisməti birinci yazırıq. Qalıqları aşağıdan yuxarıya doğru qismətin yanından sıralayırıq. Eyni zamanda ikilikdən onluğa keçirən zaman vurma əməlindən istifadə olunur. Burada əsas nömrələnmə aparılır. Nömrələnmə aparılanda, məsələn, birinci ədəd vurulsun, ikilikdən keçirdiyimizə görə 2 üstür. Həmin ədədin üstündə nömrələnmə zamanı hansı ədəd yazılıbsa, onu yazırıq və beləcə vurub toplayırıq və nəticəni alırıq. Sadəcə burada bilməli olduğumuz əsas mövqelər 2-nin qüvvətçilərini bilməkdir. 2 üstü 1, 2, 2 üstü 2, 4, 2 üstü 3, 8, 2 üstü 4, 16, 2 üstü 5, 32, 2 üstü 6, 64. Yəni bu qüvvətlərini bilsəniz, yəni bir də bölmə, vurmanı əməllərini yaxşı bilsəniz, yəni burada elə bir çətinliyiniz olmayacaq. Çünki əsas bunları bilməkdir. 512 və 2 üstü 10, 1024. Əsas bu 10 dənəni bilsəniz, yəni sizin üçün elə bir çətinlik qalmayacaq. Bugünkü izahımız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirik.